Deməli, uşaqlar, 2 nömrəli sualın cavabına baxaq. Deməli, bizə bu yuxarıdakı iki tərəzi verilibdir. Tərəzilər tarazlıqda olan tərəzilərdir. İndi bizdən soruşulur ki, 2 dənə onun çəkisi nəyə bərabər olacaq? İndi biz burada əvəzləmə üsulundan istifadə edə bilərik. Alt-alta toplayıb, hər tərəfdən eyni yükləri silib, sonra əvəzləmə apara bilərik və s. İndi kimə necə rahatdır, elə yanaşa bilər. Amma onu yadda saxlayın ki, əvəzləmə üsulu hər bir halda özünü doğruldur. Məsələn, biz bilirik ki, 3 dənə t nəyə bərabərdir? VO-ya. 3 dənə t VO-ya bərabərdir. Yəni, gətirib bu 3 dənə t-nin əvəzinə VO yaza bilərsiniz. Sonra hər tərəfdən VO silinəndən sonra alırsınız ki, nəticə olaraq sağ tərəfdə bir dənə t, sol tərəfdə bir dənə V qalmış olur. Bu deməkdir ki, V-nin çəkisi T-nin çəkisinə bərabərdir. V T-yə bərabərdir. İkinci tərəzidən də bilirsiniz ki, V T-yə bərabərdirsə, V-nin yerinə T yazıb hər tərəfdən də bir dənə T silsəz, o bərabər olur 2 dənə T-yə. Və hər onun əvəzinə 2 dənə də T yazsam, mənim cavabım olacaq 4 dənə T. Neynədim? Yuxarıda deməli 3 dənə T-nin əvəzinə VO yazdıq. Hər tərəfdən eyni yükləri sildik. 1 və 1 T-yə bərabər aldıq. İndi gətirib aşağıda da V-nin əvəzinə T yazıram. Hər tərəfdən bir dənə də T siləndən sonra bir dənə O-nun 2 dənə T-yə bərabər olduğunu almış oluruq. Deməli, məndən də 2 dənə O-nu soruşur. Hər O-nun əvəzinə 2 dənə T yazırıq. Cavab 4-dür. Dördüncü sual. Dördüncü sualda da uşaqlar. Hər tərəfdən eyni anda uşaqlar, elə hər bir tərəzinin hər tərəfindən də eyni yükləri silə bilərik. Məsələn, biz dördüncü sualın birinci tərəzidə deməli hər tərəfdən bu x-lərdən birini silə bilərik. Və sonra biz bilirik ki, deməli, bir dənə romb, bir dənə beşbucağın çəkisi 3 dənə dairəyə bərabərdir. Məsələn, bu bir dənə beşbucaq, bir dənə rombun yerinə 3 dənə dairə yaza bilərəm. Sol tərəfdə olur 4 dənə dairə. Sağ tərəfdə isə 2 dənə x qalır. Bu deməkdir ki, bir dənə x bir dənə dairəyə bərabərdir. 2 dairəyə bərabərdir. İndi ən sonunda məndən bir dənə x-in qiymətini soruşur. O, elə 2 dairəyə bərabər olmuş olur. Hətta siz belə də eləyə bilərdiniz. Yükləri çarpaz toplaya bilərdiniz. Çarpaz toplayıb da eyni nəticəni ala bilərsiniz. Məsələn, bir dənə fikir verin. Niyə bunu bu şəkildə deyirəm mən? Mən baxıram ki, deməli, birinci tərəzinin solunda 1x var, ikinci tərəzinin sağında 3 dənə x var. Biz yükləri çarpaz topladığımız halda bu beşbucaq və romb hər tərəfdə yaranacaq bir beşbucaq, bir romb. Yəni, mən bunları çarpaz toplayacağım ki, bu birinci və ikinci tərəzini. Həmən o beşbucaq və romb hər iki tərəfdə yaransın və onları silə bilim. Mən bu yükləri çarpaz topladığım halda baxıram ki, sol tərəfdə məsələmdə bu 3 dənə x-i romb və beşbucağın yanına gətirəcəm. 3 dənə x. Sağ tərəfdə isə beşbucaq, romb, daha sonra dairə, x, 3 dənə də dairə. Hər tərəfdən deməli, neyinirik uşaqlar? Bir dənə x silirik. Bir dənə beşbucaq, bir dənə də romb silirik. Sol tərəfdə yenə də 2 dənə x qalır, 4 dənə romb dairə qalır. Deməli, bir dənə x, bir dənə dairəyə bərabər, 2 dənə dairəyə bərabərdir. Cavab oldu 2 dairə. Yəni, eləcə sadəcə nə eləmiş olardınız? Deməli, yükləri çarpaz toplayıb hər tərəfdən eyni yükləri silərdiniz. Bir dənə x 2 dairəyə bərabərliyini alardınız. Ya da elə dediyim kimi əvəzləmə ilə də onu almış olduq. 5 nömrəli sualı soruşmusunuz. Baxırıq ki, uşaqlar, burada 5 nömrəli sualda eləcə birinci tərəziyə fikir verin. Bir dairə 2 romba bərabərdir. Yəni, çünki 2 dairə 4 rombdursa, bir dairə 2 rombdur. Gətirib ikinci tərəzidə bu 2 dənə rombun yerinə bir dənə dairə yazsam, bu deməkdir ki, sağ tərəfdə 2 dairə yaranır,
Sol tərəfdə nə qalır? 3 dənə ulduz. Deməli 2 dairə 3 dənə ulduza bərabərdir. Üçüncü tərəzdən eləcə bu 2 dənə dairənin əvəzinə 3 dənə ulduz yazsam, bir dənə də romb qalır. Cavabımız olur 3 dənə ulduz, bir dənə romb. O da Y variantında. Hətta bunu mən qiymət verməklə də deyirəm uşaqlara. Yəni deyirəm ki, qiymət vermək o halda bizim üçün daha rahat olur ki, məsələn, baxırsan sağdakı yüklərin hamısı rombdur. Soldakı yüklərin də hamısı dairələrdir. Bax, ikinci tərəzidə də soldakıların hamısı ulduzdur, amma sağdakı yüklər də dairə və romblardan ibarətdir. İndi mən burada nəzərə almalıyam ki, ikinci tərəzinin sağ tərəfindəki dairə və rombların cəmi 3-ə bölünən ədəd olmalıdır ki, mən tam ədədlər alım, daha rahat olsun mənim üçün hesablamalar aparmaq. Niyə? Çünki soldakı yüklərin 3-ü də x-dir, ulduzdur, 3-ü də ulduzdur. Sağ tərəfdəkilərin cəmi 3-ə bölünən ədəd olsa, bu ulduzların hər birini bir rəqəm almış olaram. Ona görə mən yuxarıda romba 3-ə bölünən qiymət verməliyəm. O da elə 3-ün özünü götürsəm kifayət eləyir. 4 dənə 3, 12 eləyir. 2 yerə böləndə dairələrin hər birinə 6 düşür. İndi dairə 6-dır, rombda 3-dür. Bura eləyir 12. Baxın, 6, 3, 3. 12-ni 3 yerə böləndə ulduzların hər birinə 4 düşəcək. İndi biz aşağıda bildik ki, dairə 6-dır, romb 3-dür, ümumi yüklərin cəmi 15 olmalıdır. İndi varianta baxırsınız, elə Y variantında dairələri, ulduzların hər biri 4-dür, romb da 3-dür, 12 plus 3, 15 eləyir Y variantı. Yəni, qiymət verə də bilərdiniz, əvəzlama da apara bilərdiniz. 7 nömrəli sual soruşmuşdunuz. 7, 8, 10, belə davam edəcək uşaqlar. Baxın, 7 nömrəli sualda biz bilirik ki, 2 dənə dairə nəyə bərabərdir uşaqlar? İkinci tərəzdən sizə verib ki, 2 dənə dairə, bir dənə romba bərabərdir. Eləcə yuxarıda sol tərəfdə 2 dənə dairənin yerinə bir dənə romb yazıb, 4 dənə romb 4 ulduzdursa, deməli bir dənə romb bir ulduza bərabər olmuş olur. İndi 2 dənə ulduzun cavabı o nəyə bərabər olduğunu soruşur. O da 2 dənə rombdur da. Hər ulduz bir rombdur. Yəni mən nə etdim uşaqlar? Baxdım ikinci tərəzidə bir dənə romb 2 dairədir. Gətirib yuxarıda hər 2 dairənin yerinə romb yazdım. 4 romb 4 ulduzdursa, deməli romb ulduza bərabərdir. Mənə burada 2 dənə ulduzun nəyə bərabər olduğunu soruşur. 2 dənə romba. Və yaxud elə bu yükləri alt-alta toplasaydınız da, bu sağdakı yüklər 4 ulduz 2 dairə. Soldakı yüklər isə 2 dairə 4 dənə romb. Hər tərəfdən 2 dənə dairəni silərdiniz. Sol tərəfdə 4 romb, sağda 4 ulduz qalmış olardı. 8. Olsun 8. Mən yuxarıda hər tərəfdən bir dənə dairəni silərəm. Bir dənə ulduz nəyə bərabər olur uşaqlar? 2 dənə, baba, o çarxdır nədirsə ona da bu figura. İndi gətirib aşağıda bu 2 dənə figurun yerinə bir dənə ulduz yazaram. 4 dənə ulduz 2 dairədir. 4 dənə ulduz 2 dairədirsə, onda deməli 2 dənə ulduz da 1 dairədir də. Yəni 1 dairə 2 ulduza bərabər olar da. İkisi 4 ulduzdursa, biri 2 ulduzdur. Aşağıda bu 2 dənə ulduzun əvəzinə bir dənə dairə yazanda bizim cavabımız olacaq B variantı. 1 dairə, bir də həmən o çarx deyək, günəş deyək, nədirsə deyək də. Aydındır. Davam eləyirik. Alt-alta toplayıb hər tərəfdən də eyni yükləri silib eyni nəticəni ala bilərdik. Üçüncüdə əvəzləyə bilərdik. 10-cu sual soruşmusunuz. 9 soruşan varmı? Məncə yox. Hə, 10 soruşmusunuz. Şəbnəm xanım 8-in izahına baxmısan? Hə, 8 izah elədim ya? Yox, elədim.
Şəbnəm 8 aydın oldu sənə. Bəli, müəllim, izah elədiniz, başa düşdüm, çox sağ olun. Tamam. 10-cu sual. Hə, indi 10-cu sualda da uşaqlar. Eləyə bilərdiniz ki, bu tərəzilərin üçünü də alt-alta toplayasınız. Üçünü də alt-alta toplayasınız. Hər tərəfdən eyni yükləri siləsiniz. Məsələn, mən burada üçünü də alt-alta toplayanda sol tərəfdə də kvadrat, sağ tərəfdə də kvadrat yaranmış olur. Ona görə soldan da kvadratı, sağdan da kvadratı siləcəm. Soldan da ulduzu, sağdan da ulduzu siləcəm. Soldan da 2 dənə dairəni, sağdan da 2 dənə dairəni siləcəm. Soldan da bir dənə üçbucağı, sağdan da bir dənə üçbucağı siləcəm. Və nəticədə sol tərəfdə bir dənə dairə qalır, sağ tərəfdə bir üçbucaq qalır. Yəni biz almış olduq ki, bir dənə dairə bir dənə üçbucağa bərabərdir. Hə, indi biz axı bilirdik, ikinci tərəzidə bizə demişdi, kvadrat 2 dairəyə bərabərdir demişdi. Gətirib mən ən aşağıda kvadratın yerinə 2 dənə dairə yazacağım. Və bir dənə də üçbucaq qalsın olduğu kimi. Belə bir cavabımız yoxdur. İndi uşaqlar, biz bilirik ki, bir dairə bir üçbucağa bərabərdir. İndi mən bu üçbucağı dairəyə çevirib 3 dənə dairə kimi də axtara bilərəm cavabımı. Sonra dairələrin hər birini üçbucağa çevirib 3 dənə üçbucaq kimi də axtara bilərəm cavabımı variantda. Ya da 2 dairə bir üçbucaq kimi verə bilərdi mənim cavabımı. Ya da ki 2 dənə üçbucaq bir dairə kimi verə bilərdi mənim cavabımı. Yəni 3 dənə dairə, 3 dənə üçbucaq, 2 dairə bir üçbucaq, 2 üçbucaq bir dairə kimi mənim cavabımı verə bilərdi. Çünki dairə üçbucağa bərabərdir. Biz də 2 dairə bir üçbucaq almışıq. Belə bir variant yoxdur. İndi bu mümkün olan halların hansını veribdi mənə? A variantı. Bir dairə 2 üçbucaq kimi verib cavabı mənə. Davam edirik. Uşaqlar, 12 nömrəli sualına. Baxın, 12 nömrəli sualda yenə də bizdən bir dairə bir kvadratın nəyə bərabər olduğunu soruşur. Bir dairə bir kvadrat nəyə bərabərdir? Biz bilirik ki, 2 dairə nəyə bərabərdir? 2 dairə 2 ulduz bir kvadrata. Yuxarıda əvəzləmə apara bilərik. Ya da alt-alta toplaya bilərdik yükləri. Yükləri alt-alta toplaya bilərik. Yəni alt-alta toplamaq elə o deməkdir ki, hər tərəfdən eyni yükləri silsəm, yuxarıda 2 dairənin yerinə 2 ulduz bir kvadrat yazsam da hər tərəfdən eyni yükləri silsəm, eyni nəticə almış olardım mən. Məsələn, sol tərəfdən 2 dairə silə bilərik, sağdan da. Sol tərəfdən bir ulduz, sağdan da bir ulduz. Sol tərəfdən bir kvadrat, sağdan da bir kvadrat siləndən sonra bizim sağdakı yüklərdən təkcə bir kvadrat qalmış olur. Soldakı yüklərdən də bir dairə, bir ulduz qalmış olur. Və nəticədə biz gətirib ən kvadratın bir dairə, bir ulduza bərabər olduğunu bilirik. Aşağıda bir dairə, bir kvadrat ifadəsində dairəni saxlayıb kvadratın yerinə bir dənə ulduz, bir dənə dairə yazanda 2 dairə, bir ulduz olacaq cavabımız Y variantı. Yəni, neynədim? Alt-alta toplayıb hər tərəfdən eyni yükləri sildim. Kvadrat bir dairə, bir ulduza bərabər oldu. Gətirib aşağıda da kvadratın yerinə bir dairə, bir ulduz yazdım. Cavab oldu Y variantı. 2 dairə, bir ulduz. 14 nömrəli sual soruşulub. Uşaqlar, suallarınızı soruşun. Yəni, başa düşməsəz izahatdan nəsə, yenə də arınsız sizə qaranlıq qalsa soruşun. 14 nömrəli sualda bizdən 4 dənə D-ni soruşur. Və biz də bilirik ki, AB C-yə bərabərdir. Uşaqlar, baxın. AB C-yə bərabərdir. Çarpaz toplaya bilərdiniz. Baxın, mən bunu hardan bildim ki, çarpaz toplamalıyam? Mən bunu oradan bildim ki,
Mən bunu çarpaz toplayım, hər tərəfdən AB-ni silim də. Hər tərəfdə bir dənə C yaranar, C-lər də gedəcək də. Yəni ona görə deyirəm ki, mən bunu çarpaz toplayım. A, A, B, bir dənə də C. Sol tərəfdə qalır. Sağ tərəfdə A, B, C, D, D. Və indi mən burada hər tərəfdən bir dənə C silim, bir dənə B silim, bir dənə də A silim. Artıq sol tərəfdə qalan təkcə A-nın özüdür. Sağ tərəfdə 2 dənə D-dir. İndi mənə burada 4 dənə D veribdir. Variantlarda A-lar veribdir. Yəni A-lara gətirməliydik bu D-ləri. Hər 2 dənə D, 1 dənə A-dır. Hər 2 D-nin əvəzinə 1 A yazanda cavabımız 2 dənə A olacaq. Yəni 4 dənə D, 2 dənə A. Sonra 15 nömrəli sual soruşmusunuz. Burada da yenə də uşaqlar 2 dənə dairə soruşulur. Tamam, bir dəqiqə. Əzizə xanım, eşitirsən məni? Bəli. Əzizə, bax, 15 nömrəli sualda 2 dənə dairənin nəyə bərabər olduğunu soruşur. Sən bu 2 dənə dairəni bir yerdə görmək istəyirsənsə, sən bunu alt-alta toplasan, sənə şərait yaranır, çarpaz toplasan. Çarpaz. Sən də çarpaz topla bu yükləri. Alacaqsan ki, sol tərəfdə 1 kvadrat, 1 dairə, 2 dənə romb, yenə 1 dənə dairə, eləmi? Sağ tərəfdə də 2 dənə kvadrat, 3 dənə romb yaranacaq. Və sən hər tərəfdən 1 dənə kvadratı silərsən, 2 dənə də dairəni silərsən və 2 dənə rombu. Sol tərəfdən deməli 1 kvadrat, sağdan da 1 kvadrat. Sol tərəfdən 2 dənə romb, sağdan da 2 dənə rombu siləndən sonra sol tərəfdə qalır 2 dənə dairə, sağ tərəfdə 1 dənə kvadrat, 1 dənə də romb qalır və sənin cavabın olur B variantı. Aydındır? Aha, lap yaxşı. 16 nömrəli sual soruşmusan. Gəl 16-ya baxaq. Görək burada nə var. Bax, 16 nömrəli sualda səndən bir dənə ulduz soruşulur. Əzizəm, səndən bir dənə ulduz soruşulur. Sən də baxırsan ki, sol tərəfdə 2 dənə ulduz var, sağ tərəfdə də bir dənə ulduz var. Sən bunları alt-alta toplasan, hər tərəfdən bir dənə ulduzu silsən, sol tərəfdə bir ulduz qalırmı? Bəli. Aha, lap yaxşı. Gəl eləyək də bunları eləcə və üçünü də alt-alta toplayaq bu tərəzləri. Sol tərəfdən bir dənə bu çarx silinsin, sağdan da. Sol tərəfdən bir dənə kvadrat silinsin, sağdan da. Sol tərəfdən bir dənə ulduz silinsin, sağdan da. Nəticədə sənin üçün sol tərəfdə qalan yüklər bir dənə ulduz olacaq. Təkcə bir dənə ulduz olacaq. Sağ tərəfdə qalan yüklər 3 dənə romb olacaq. Və nəticədə sənin cavabın olacaq D variantı. Aydındır? Bəli, bəli. Yəni, nə soruşulur, ona fikir vermək lazımdır və o soruşulanı necə yarada bilərəm bir tərəfdə. Onu fikirləşmək lazımdır. Ya alt-alta, ya çarpaz, ya əvəzləmə. Aydındır? Əla. Deməli, 18 nömrəli sual soruşmusunuz. 18-ə baxıram ki, 17-ni izah eləmişəm də yəqin ki, keçən dərs yazımsınız yəqin sizdə. Hə. İndi baxırsan ki, Şəbnəm, biz burada dedik ki, bu dayaq nöqtəsi qurulubdur buradan. Sol tərəfdəki yüklərin hər birinin çəkisinin dayağa qədər olan məsafəyə hasili bərabər olmalıdır. Sağdakı yüklərin çəkisinin dayağa qədər olan məsafələrinin hasilləri cəminə. Bu sol tərəfdə bu nöqtədən artıq təkcə F yükü asılmayıbdır. F plus 2 yükü asılıbdır. Uşaqlar, bax. Bu nöqtədən asılan yük artıq 17-dəki kimi təkcə F deyil. Buradan həm də 2 kiloqramlıq yük də asılıbdır deyə. Artıq buradan asılan yük F plus 2 olur birlikdə. Vurulsun. Dayağa qədər olan məsafə, demişəm ki, aralıqları sayın. 1, 2, 3, 4-dür. Vahid qəbul edirəm o aralıqların uzunluğunu. İndi buradan asılan yüklər təkcə F plus 2 vur 4-dür, bərabərdir. Sağ tərəfdə birinci yük 5-dir.
Daqiqa qədər olan məsafə də 4-dür. 1, 2, 3, 4. Yazırıq 5 vur 4. Üstə gələk, çünki növbəti yük də var. Bu da 7-dir. 7-nin daqiqa qədər olan məsafəsi də 8-dir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Növbəti yükün əvvəlki yükə qədər olan məsafəsini götürməyin. Hər bir yükün daqiqa qədər olan məsafəsini götürüb həmən yükün çəkisinə vurub toplayın. İndi mən burada 4-ü F plus 2-yə vuranda mötərizənin içindəki toplananların hər birinə vurub açıram. 4 vur F. Üstə gələk 4 vur 2, 8 bərabərdir. 5 vur 4, 20. 7 vur 8 də 56, 76-ya. İndi 4F bərabərdir. 76-dan 8-i çıxanda 68 qalacaq. F də bərabərdir. 68-i siz 4-ə böləndə uşaqlar 17 eləyəcək. Şəbnəm, başa düşə bildin? Lap yaxşı. 19 soruşulubdur uşaqlar. Baxın. 19 nömrəli sualda artıq mənə aralıqlar falan verməyib, birbaşa məsafə verib də. Yəni deyir bu 5 kiloqram yük qoyulubdur bu dayağın üzərinə, çubuğun üzərinə. Həmən yükdən də dayağa qədər olan məsafə 9-dur. Yazırsınız 5 vurulsun 9 bərabərdir. Sağ tərəfdəki məsafəni veribdir 6, yükü verib x. Bərabər x vur 6-ya. Siz də x bərabərdir. 5 vur 9, 45 eləyir də. 45-i bölün 6-ya. Bu da bizə 7,5 kiloqram eləyir. Yükün çəkisini verəcək. 20 nömrəli sual da eyni ilə Fatimə. İndi burada baxırsan ki 5 kiloqram yük asılıbdır. Məsafə nə qədərdir? 3. 5 vur 3. Üstə gələ 20 kiloqram yük asılıb bu nöqtədən. Məsafə nə qədərdir? 2. 20 vur 2. Bərabərdir. Sağ tərəfdə 18 kiloqram yük asılıbdır. Dayağa qədər olan məsafəsi 2-dir. Üstə gələk. Buradan x kiloqram yük asılıbdır. Dayağa qədər olan məsafəsi 4-dür deyə x vur 4. İndi bunu biz uşaqlar hesablasaq 5 vur 3, 15. Üstə gəldi. Eləyir 55. 55-dən də siz 36 çıxanda, yəni 18 vur 2-ni çıxanda 55-dən 36-nı çıxa bilmirəm. Neçə eləyir uşaqlar? 29 eləyir. Deməli, x bərabərdir. 29 da bölünsün 4. Bu da bizə nə verəcək uşaqlar? 7 tam %25. Ya da səhv hesabladım. 19 verəcək bizə. 19 verir. 55-dən 36-nı çıxanda 19. 19-u da 4-ə böləndə 4 tam %75. Çox sağ olun müəllim. Buyur Fatimə. Başa düşə bildin? Bəli müəllim. Məndə bir dənə də 31-də də orada sual olacaq. Ora çatanda orada deyəcəm sizə. 22 nömrəli sual. Baxın uşaqlar. Burada da deməli artıq çubuğa yenə də üstdən yüklər qoyulubdur. Sol tərəfdə 22 bunun nömrəsidir ha uşaqlar. Sual nömrəsi 22-dir. Yükü 22,8 götürməyin. Bu sadəcə 8 kiloqramlıq yükdür. Dayağa qədər olan məsafə də 4-dür. 8 vur 4. Üstə gələk. 15 vurulsun 1 bərabərdir. 3 vurulsun 3. Üstə gələk. Buradan da x kiloqram yük qoyulur. O da dayağa qədər olan məsafə də 4-dür deyə 4-ə vurulacaq. Yenə bu hesablamanı aparın. 4x bərabərdir. 15 plus 32, 47. 47-dən 9 çıxın siz, qalsın 38. X də bərabərdir. Deməli, siz 38 böl 9,5. 38 böl 4, 9,5. Əla. Yaxşı. Növbəti sualınızı deyin, uşaqlar. 22. 22-dən sonra nə sual var? 15, 16-ya baxdıq. 14, 7, 8, 20. Və bunların hər birinə baxın.
31'e qədər sualı olan varsa qeyd edəsin. Yoxdur. Müəllim, mən də 31-də D yazmışam, çarpaz eləmişəm orada. D yazmışam, C çıxıb cavab orada. Baxırıq. Bizdən nə Hı. soruşulur? 5 dənə el. Siz yuxarıda bilirsiniz ki, 3 dənə el nəyə bərabərdir? AK-ya. Ellərin ikisi qalsın, üçünün əvəzinə AK yazın. Belə bir cavabımız yoxdur. Yox. İndi qayıdıb yuxarıdakı 2 dənə tərəzini alt-alta toplasaq. Bu bizə verəcək AK, K eli. Sağ tərəfdən 3 dənə el, 2 dənə A. Hər tərəfdən bir dənə el silək, bir dənə də A silək. Sol tərəfdə 2 dənə K, bir dənə el. Yox, el qalmadı da, artıq eli silmişik. Sol tərəfdə 2 dənə K qalır uşaqlar. Sağ tərəfdə 2 dənə el, bir dənə A. İndi mən bildim ki, 2 dənə el, bir dənə A-nın özü də 2K-ya bərabərdir deyə. Mənim sonuncu tərəzidə 3 dənə eli AK ilə əvəzləmişdim, ikisi qalmışdı və indi 2 el, bir dənə də A-nın əvəzinə 2 dənə K yazaram. Və burada alınan cavab 3 dənə K olacaq. Nəysə başa düşmədinizsə soruşun. Yox, başa düşdüm müəllim, çox sağ olun. Aha. 32. Baxın, 32-də bizdən bir dənə el soruşulur. Və uşaqlar, siz fikir versəz, ikinci tərəzidə sizə nə verilibdir? KL. Gəlin belə eləyək. Biz bu tərəziləri eləcə alt-alta toplayaq. Alt-alta topladığımız halda hər tərəfdən bir dənə el silinər. Ellərin ikisi də silinər. Hər tərəfdən ellər silinər. Bu mənə səhv eləmir. Amma əybə yox. 3 el. Aha. Deməli, hər tərəfdən bir dənə el silindi. 2 dənə el silindi. Hər tərəfdən 2 dənə də M silinsin. Biz aldıq 3 dənə M, 3 dənə K, bir dənə M-ə bərabərdir. 3 dənə K, bir dənə M-ə bərabərdir. Hətta K-nı da sildim də buradan. K-nı da silim. Hər tərəfdən bir dənə K da silmişəm deyə 2 dənə K, bir dənə M-ə bərabər qalıbdır. 2 dənə K, bir dənə M-ə bərabər qalıbsa, deməli gətirib biz aşağıdakı tərəzidə, ikinci tərəzidə M-lərin hər birinə K yaza bilərdik. M-in ya da ki birinə K yazaq. M-in biri olduğu kimi qalsın, digərinə 2 dənə K yazaq. Və hər tərəfdən bu 2 dənə K-ları, deməli hər tərəfdən bir dənə K-nı silək. L bərabər olsun MK-ya. Və yenə də deyirəm, mən deməli tərəziləri alt-alta toplayıb hər tərəfdən deməli bir dənə K, 2 dənə L, 2 dənə M siləndən sonra 1 M 2 K-ya bərabər oldu. İndi ikinci tərəzidə gətirib M-in birini olduğu kimi saxladım. Digərinin yerinə 2 dənə K yazdım. Bərabərdir sağ tərəfdəki K ilə. Hər tərəfdən də bir dənə də K sildim. Deməli MK bərabər oldu L-ə. L-in nəyə bərabər olduğunu soruşurdu. O da MK bərabər oldu L. Hətta siz belə də eləyə bilərdiniz. Birbaşa əvəzləmə apara bilərdiniz. Məsələn, birinci tərəzinin sol tərəfindəki hər K ilə 2 dənə M yaza bilərdiniz. Çünki ikinci tərəzidən görürsünüz ki, KL nəyə bərabərdir? 2 dənə M-ə. K-nın biri qalsın. Sonra orada sol tərəfdəki KL-lərin hər birinə 2 dənə M yazanda sol tərəfdə 1K 4M yaranır. Və sağdan da 3 dənə M-i, soldan da 3 dənə M-i siləndən sonra sağ tərəfdə bir dənə L, sol tərəfdə KM qalır. Yenə də alırsınız ki, L KM-ə bərabərdir. O da Y variantı. 39-a qədər sualı olan varsa qeyd edəsin. Çarpaz toplamadım. Alt-alta topladım. Birinci.
Alt-alta topladım Şəbnəm. Hər tərəfdən 1K, 2L, 2M sildim. Bir dənə M'in 2K'ya bərabər olduğunu almışdım. Gətirib bu ikinci tərəzidə də bir dənə M'in əvəzinə 2K yazmışdım. Hər tərəfdən K'ları silmişdim. L bərabər olmuşdu MK'ya. Və indi də belə elədim. Dedim ki, biz ikinci tərəzidən bilirik ki, KL 2 dənə M-ə bərabərdir. Gətirib birinci tərəzinin sol tərəfində hər bir dənə K, bir dənə L-ə 2M yazmışdım. 4 dənə M, bir dənə K yaranmışdı sol tərəfdə. Hər tərəfdən 3 dənə M-i siləndən sonra da sağda bir L, solda KM yaranmışdı. Deməli, L KM-ə bərabər oldu. 35-37 nömrəli sorular. Buyur. Deməli, indi uşaqlar, baxırıq ki, bizdən 35 nömrəli sualda 6 dənə K-nın L-lərə çevrilməsini istəyir. 6 dənə K L-lərə çevrilsin. İndi mən sizə bir şey demək istəyirəm. Bizə ikinci tərəzidən verilibdir ki, deməli, 2 dənə M, 4 dənə L-dir. Onda bir dənə M nəyə bərabərdir? 2 dənə L-ə. Bir dənə M, 2 dənə L-ə bərabərdir. Gətirib birinci tərəzidə bir dənə M-in əvəzinə 2 dənə L yazsaydınız, hər tərəfdən də bir dənə L-i silsəydiniz, sağ tərəfdə 1 L, sol tərəfdə 3K yaranacaqdır. Və hər 3 dənə K-nın əvəzinə də bir dənə L yazardınız. Cavabınız 2 dənə L olardı. Neynədim? Əvəzləmə apardım. Necə əvəzləmə apardım? İkinci tərəzidən bir dənə M-in 2 dənə L-ə bərabər olduğunu bildim. Birinci tərəzidə sağ tərəfdə M-in əvəzinə 2 dənə L yazıb, hər tərəfdən L-ləri sildim. 1 L 3K-ya bərabər olmuş oldu. 1 L 3K-dırsa, deməli, hər 3K-nın əvəzinə bir dənə L yazıb, cavabı 2 L almış oldu. 37 nömrəli sual soruşmuşsunuz uşaqlar. Yenə burada da L-ləri K-ya çevirməliyik. Eyni qayda ilə baxın uşaqlar, bizə deməli ikinci tərəzidə verilib 2 dənə K 4 dənə L-ə bərabərdir. Onda 1 dənə K 2 dənə L-dir. 1K 2 L-dir. Bizə burada 6 dənə K verilib. 6 dənə L verilib. Heç mən birinci tərəzini istifadə etmədən hər 2 L-in əvəzinə 1K yazsam, cavabımız 3 dənə K-ya bərabər olmuş olar. Yəni, ikinci tərəzidən 2K 4 L-dirsə, onda 1K 2 L-dir. 6 dənə L verib K-ya çevirməliyik. Hər 2 L-ə 1 dənə K desək, 3 dənə K olur cavabımız. 39-a qədər kiminsə sualı varmı? Yoxmuşsa, keçək 39-u izah edirsə. 39-da da 2 dənə L soruşulur. Yenə də bayaq dediyim kimi, biz gəlin bunları çarpaz toplayaq ki, bir tərəfdə 2 dənə L yaransın. Deməli, K, L, L bərabərdir 3 dənə K, 2 dənə M-ə. Hər tərəfdən bir dənə K-nı siləndə də 2 dənə L, 2K, 2M-ə bərabərdir. 2K, 2M cavabımız yoxdursa, uşaqlar, onda neyinirik? 2L, 2K, 2M-dirsə, həm də siz oradan bildiniz ki, bir dənə L, bir dənə K, bir dənə M-ə bərabərdir. Bir dənə L, KM-ə bərabərdir. İndi eləyə bilərdiniz ki, birbaşa gətirib birinci tərəzidə L-in əvəzinə KM yazasınız, hər tərəfdən K-ləri siləsiniz,
Onda m'in də 2k-ya bərabər olduğunu aldınız. Aldınız ki 2k bərabərdir bir dənə m-ə. İndi mən 2l 2k 2m-ə bərabərdir almışdım. Sonra əvəzləmə aparıb elin əvəzinə km yazandan sonra bir dənə də m'in 2k-ya bərabər olduğunu bilirik. İndi 2l bərabər 2k 2m ifadəsində həmən o 2 dənə k-nın da yerinə m'in özünü yazsaq, cavabımız 3 dənə m olacaq. Hətta uşaqlar, siz biraz da, yenə də deyirəm, variant yönümlü işləməlisiniz. Məsələn, siz burada bir tərəfə 2 dənə el düşməlidir, elə deyil. Bunu yaratmaqdan ötürü çarpaz topladınız, 2 dənə el, 2k, 2m-ə bərabər olduğunu aldınız. İndi sizin cavabınız B variantı ola bilməz ki, niyə olsun? Çünki siz burada zaten 2 dənə k-nın olduğunu bilirsiniz də sağ tərəfdə. Əlavə 2 dənə də m var. Yəni bu təkcə 2l təkcə 2k-ya bərabər deyil ki, hələ 2 dənə də m var yanında. Ona görə 2k cavabı düz deyil. M də ola bilmədi də uşaqlar. Niyə ola bilmədi? Çünki siz gördünüz ki, elə bu 2k 2m-ə bərabərdir. Mən nətər bunu 1m götürə bilərəm 2 dənə eli? Y də ola bilməz də 2k 2m var da, necə 2k 1m götürün bunun cavabını? Siz burada iki haldan şübhələnə bilərdiniz ki, sizin D variantında bax 3 dənə K verilibdir. Heç bu da düz deyil də. Çünki bilirsiniz axı siz birinci tərəzidən bir dənə el 3 dənə K-ya bərabərdir. Bir dənə el 3 dənə K-ya bərabərdirsə, 2 dənə eli necə 3 dənə K-ya bərabər verə bilər? Bir dənə siz burada cavabı C götürə bilərsiniz ki, bir ehtimal ki, 2K 1M-ə bərabər ola bilər. Hə, 3 dənə M oldu. Yəni, heç alt-alta toplama, çarpaz toplamanı, yəni, belə deyim də, yəni, təbii ki, eləmədən də görə bilərdiniz bunu. Variantdan işləyə bilərdiniz. Və yaxud da çarpaz topladın, sağ tərəfdə aldığın bu 2K 2M, yəni, aydın məsələdir ki, sənə şərait yaradır ki, eləcə bu variantların hamısını siləsən. 42-yə qədər sualınız yoxsa 42-yə baxın. Baxın, deməli uşaqlar, mən burada 3-cü tərəzidən bilirəm ki, M-in özü 2A-ya bərabərdir. Gətirib MB ifadəsində M-in əvəzinə 2 dənə A yazaram. Bir dənə də B qalsın. Sonra yuxarıdakı 2 dənə tərəzini də alt-alta toplasaydınız, almış olardınız. Deməli, A 3 dənə B, A 3 dənə B, A L. A 3 dənə B, sonra A L. Biraz geniş yerdən yazaq, aydın olsun sizə də. Deməli, yuxarıdakı 2 dənə tərəzini beləcə alt-alta topladıq. Hər tərəfdən bir dənə deməli L sildik. Bir dənə də B silmiş olduq. Sol tərəfdə 2A, 2B. Sağ tərəfdə 2 dənə K qaldı. 2A, 2B, 2K-ya bərabərdirsə, onda bir dənə A, bir dənə B də 1K-ya bərabərdir. İndi siz gətirib M-in əvəzinə 2 dənə A yazmışdınız, 2A, 1B qalmışdı. İndi burada AB-ni də K ilə əvəzləyəcəm. Cavabı AK olacaq. Davam edirik. Uşaqlar, başqa sualınız var? Deyin. 45, 46, 47, 48, 49, 50. 45. Bax, 45 nömrəli sualda bizdən soruşulur ki, AB bir dənə C-yə bərabərdir. Elə deyil. Elədir. Sizə də 3 dənə B-nin nəyə bərabər olduğunu deyirlər. İndi uşaqlar, biz belə bir şey eləyə bilərdik də, C AB-yə bərabərdir.
Gətirib ikinci tərəzidə AB-nin əvəzinə bir dənə C yazıb, hər tərəfdən C-ləri silib, 2 dənə A-nın bir dənə C-yə bərabər olduğunu alıram. Baxın, sizə birinci tərəzidən 1A, 1B, 1C-yə bərabərdir. Gətirib ikinci tərəzidə AB-ni də C ilə əvəzləyib, hər tərəfdən C-ləri siləndən sonra 2 dənə A-nın da 1C-yə bərabər olduğunu aldınız. Bu nə deməkdir? Deməli, AB-yə bərabərdir də. Bir dənə C həm AB-yə bərabərdir, həm də 2 dənə A-ya bərabərdir. Deməli, B-ni A ilə əvəzləyəndə bir şey dəyişmir də. Deməli, AB-yə bərabərdir də. AB-yə bərabərdirsə, siz, məsələn, deməli, elə C-ni 2 dənə B-yə də bərabər götürə bilərsiniz. C 2A-ya bərabərdir, AB-yə bərabərdir, 2B-yə bərabərdir. Çünki AB-yə bərabərdir. İndi sizin 3 dənə B cavabınız 3 dənə A kimi də verilə bilərdi. 2A, 1B kimi də. Sonra 1A, 2B kimi də. Ya da ki, hər bunlardan ikisini C ilə əvəzləyərsiniz. Birini də A ilə əvəzləyərsiniz. AC alarsınız. Yəni, variantda nə verilibdir? Ona da fikir vermək lazımdır. Yəni, siz yuxarıdaşların alt-alta toplayıb da eyni nəticəyə gələ bilərdiniz. Yəni, alt-alta toplasaydınız, hər tərəfdən AB-lər, bir dənə də C silinərdi. C bərabər olardı 2A-ya. C 2A-ya bərabərdirsə, digər tərəfdən də AB-yə də bərabərdirsə, bu deməkdir ki, AB-yə bərabərdir. Alt-alta toplayıb, hər tərəfdən bir dənə C, hər tərəfdən A, B silinsin. Qalsın, sol tərəfdə bir dənə C, sağ tərəfdə də 2 dənə A. C 2A-ya bərabərdir və birinci tərəzidən də bəllidir ki, C AB-yə bərabərdir. Deməli, A B-yə bərabərdir. 46 nömrəli sual, uşaqlar. 46 nömrəli sualda maraqlı bir sualdır. Məsələn, birinci tərəzidə sizə verilibdir ki, uşaqlar, N, S 3K-ya bərabərdir. Bu necə ola bilərdi? Bu ola bilərdi ki, məsələn də 2N 1K-ya bərabər olsun, S də 2K-ya bərabər olsun və yaxud da N də, S də, K da, üçü də bir-birinə bərabər olsun. Məsələn, ikinci tərəzidən hər tərəfdən bir dənə K siləndən sonra da KN-in özü də 2 dənə S-ə bərabərdir. İndi nəticədə buradan da görə bilərdiniz ki, KN-ə, S də N-ə bərabər olduğu halda mən KS-in də 2 dənə N-ə bərabər olduğunu ala bilərəm. İndi bunu isbatlaya bilərik, uşaqlar. Nətər? Baxın, biz ilk iki tərəzini alt-alta toplasaq. N, S, K, N. Sağ tərəfdə 3 dənə K, 2 dənə S, 1 dənə K. Hər tərəfdən 2 dənə K silinsin. 1 dənə də S silinsin. Sol tərəfdə 3 dənə N bərabər olur 2 dənə K, 1 dənə S-ə. Yəni, buradan biz dəqiq bir şey ala bilmədik. İndi bu iki tərəzini bir də çarpaz toplayaq. Görək, çarpaz topladıqlarımızla nəsə əvəzləmə apara bilərikmi? Çarpaz toplayıb, yenə də uşaqlar, sol tərəfdə deməli 5 dənə K, 1 dənə N almış olaram. Sağ tərəfdə isə deməli 2S, K, N, S. İndi hər tərəfdən bir dənə K silinsin. Bir dənə də N silinsin. Sol tərəfdə 4 dənə K, sağ tərəfdə 3 dənə S, 1 dənə N qalacaq. Və indi mən sizə deyirəm ki, uşaqlar, biz tərəzinin hər tərəfindən eyni yükləri silsək, hər tərəfə eyni yük əlavə etsək, bərabərlik pozulmur ki. Ona görə də
Baxın, mən fikirləşirəm ki, biz alt-alta topladığımız halda nə almışdıq? 2k 1s 3 dənə n-ə bərabərdir. Çarpaz toplayanda isə 4k 3s 1n-ə bərabərdir. Mən indi burada bu tərəzinin hər tərəfinə 2 dənə s əlavə edeyim. 2 dənə s əlavə edeyim. Niyə? Hər dəfə 2k 1s-ə 3 dənə n deyə bilim deyə. Baxın. Sol tərəfdə 4k 2s-dir. Hər dəfə 2k 1s-i qruplaşdırıb 3 dənə n ilə əvəzləyəcəm. Sonra növbəti 1s 2k-nın yerinə də 3 dənə n yazacam. Sağ tərəfdə 5 dənə s, 1n. Hər tərəfdən də bir dənə n siləndən sonra solda 5 dənə n, sağda da 5 dənə s qalacaq. N-in də s-ə bərabər olduğunu və bu şəkildə biz təsdiqlədik, yəni isbatladıq. Deməli, n s-ə bərabərdir deyə gətirib məsələmdə birinci tərəzidə s-in əvəzinə elə n yazıb, 3 dənə n, 3 dənə k-ya bərabərdir. Deməli, n də k-ya bərabərdir. N həm də s-ə bərabərdir. Deməli, k da s-ə bərabərdir. Yəni, bunların üçü də bir-birinə bərabərdir deyə ks-in hər birinin yerinə bir dənə n yazsam, cavab olur B variantı. 2 dənə n. Yəni, tərəzinin hər tərəfinə özümüzdən əlavə yük qoya bilərik. Sonra 47 soruşmusunuz. 47-də yenə də uşaqlar, baxın, bizdən nə soruşulur? Bu asaddır ki, ikinci tərəzinin hər tərəfindən bir dənə s silin. 2 dənə n, 4 dənə m-dirsə, bir dənə n, 2 dənə m-dir. Bir dənə n, 2 dənə m-dir. Birinci tərəzdə də n-in əvəzinə 2 dənə m yazaq. 3 dənə m, 3 dənə s-ə bərabərdirsə, deməli m də s-ə bərabərdir. İndi mən götürüb burada ms ifadəsində s-in yerinə m yazaram. 2 dənə m cavabım yoxdur. M-in yerinə s yazaram. Yenə də 2 dənə s cavabım da yoxdur. Amma nəzərə alaq ki, 2 dənə m, 1 dənə n-ə bərabərdir. İndi bu s-i m ilə əvəzləyib, 2 dənə m-in yerinə də 1 dənə n yaza bilərdik. Sonra 48. Birinci tərəzinin hər tərəfindən bir dənə x silərəm. Y bərabər olar x z-ə. İkinci tərəzdəki y-lərin hər birinin yerinə uşaqlar x z yazaram. Bir dənə də z var. Və hər tərəfdən bir dənə x silə, 2 dənə x silərəm. Sol tərəfdə 3 dənə z, sağ tərəfdə 3 dənə y, 3 dənə x qalmış olur. Deməli, z elə x-ə bərabərdir. İndi bu 4 dənə z nəyə bərabər olacaq? 4 dənə x-ə, amma variantda yoxdur. Mən eləyə bilərəm ki, z-lərin hamısını x-lə əvəzləməyim. 1 dənə x, 3 dənə z. Ya da 2 dənə x, 2 dənə z olsun. 3 dənə x, 1 dənə z olsun. Amma bunların heç biri yoxdur ki, variantda. İndi gəlin biz 2 dənə z-i x-ə çevirib, x-ini saxlayaq və sonra hər dəfə x, z-ə də bir dənə y deyək. Cavabımız olsun 2 dənə y. Niyə? Çünki mən yuxarıdakı birinci tərəzidə hər tərəfdən x-i siləndə y x z-ə bərabər olmuşdu. İndi z x-ə bərabərdir deyə bu 4 dənə z ifadəsindəki 2 dənə z-i x-ilə əvəzləyirəm. 2x, 2z. Hər dəfə x z-ə də 1 y deyirəm. Cavabım olur 2 dənə y. Hə. Deməli, bir dənə bu yazdıqlarımızı silək. 49 nömrəli sualda 2k 2l 2s-ə bərabərdirsə, bu deməkdir ki, kl 1s-dir. Kl 1s-dir. İndi gətirib ikinci tərəzdən s-in əvəzinə də kl yazıb, bir dənə də k var da, hər tərəfdən bir dənə də l-i siləndən sonra
Sol tərəfin 2 dənə k-sı sağ tərəfdə 1 dənə elə bərabər olmuş olur. İndi bizə burada uşaqlar nə verilibdir? 5 dənə k verilibdir. Biz burada hər 2 dənə k-ya bir el desək, bir dənə də k qalmış olur. 2 el, bir dənə k olur cavab. Variantda yoxdur. Variantda yoxdursa, biz bilirik də KL nəyə bərabərdir? S-ə. Birinci tərəzidən almışıq ki, KL S-ə bərabərdir. İndi burada KL-in əvəzinə də S yazanda cavabı SL alırıq. Alt-alta da toplaya bilərdiniz. Eləcə birinci və ikinci tərəzləri alt-alta toplasaq, deməli, sol tərəfdə 3K, sağ tərəfdə bir dənə S qalardı. 3K 1S'dir. 3 dənə K'ya bir dənə S yazardınız. Cavab olardı 1S 2K. 1S 2K. Sonra el əvəznamə aparardınız. 1S 2K-dırsa gətirib SK ifadəsində deməli, S-in əvəzinə 2K yaza bilərdiniz. Orada da 3K 2 elə bərabərdir. Oradan nəsə ala bilərdiniz yenə də. 50 nömrəli sualı da izah edirəm bonus kimi uşaqlar. Baxın. Burada da bizə MP ifadəsinin nəyə bərabər olduğunu soruşur. Birinci tərəzidən gəlin biz hər tərəfdən bir dənə N silək. Birinci tərəzinin hər tərəfindən bir dənə N silək. Siz alacaqsınız ki, 3 dənə N sağda, 2 dənə M solda. Gətirib ikinci tərəzidə 3 dənə N-in əvəzinə də 2 dənə M yazın. 4 dənə M 1 P-yə bərabər olur, 2 P-yə bərabər olur. Onda 1 dənə P 2 dənə M-ə bərabər olur. Gətirib MP ifadəsindəki P-nin əvəzinə də 2 dənə M yazsanız, cavab olar 3 dənə M. O da C variantı. Daha sonra uşaqlar, bir də sizə 90-dan sonraki sualları tapşırmışdım. Oradan suallarınız nədir? Qeyd edin. Doksandan sonra kimin sualı var? Qeyd eləsin uşaqlar. 90, 91. Tamam. Səhifə 234. 89, 90 tipli suallarda uşaqlar nə eləmək lazımdır? Baxın, hər tərəfdən hər tərəf nə idi? Sizə verilən bu tərəzidəki fiqurları hər dəfə bir-biri ilə əvəz eləmək falan sizə çətinlik yaradacaq. Ona görə siz onları hərflərlə əvəzləyin. Məsələn, 2018-də, 2019-da da böyük fiqurlar verilmiş tərəzilər var idi. Hansı ki, hər deməli müxtəlif fiqurları olurdu hər tərəfdə. Axırıncı sınağımıza da düşür o tərəzi. 2018-in qəbulunun sualıdır. 19-da da oxşarı düşmüşdü. Yəni, fiqur olaraq hər dəfə onu çək, əvəzlə digərinin yerində çək, sil falan çətinlik yaradır, vaxt itkisidir. Və bu fiqurların hər birini hərflərlə əvəzləyək. Məsələn də, bu ortası kvadrat olanlara A deyək, sol tərəfdəkilərinə, qaraya B deyək, ağa C deyək, deməli, yarı qara, yarı ağ olanlara D deyək, nə bilim, bu ortası xəttdə olana Y deyək. Sonra bu C-dir, bu D-dir, bunun özü A-dır. 2 dənə B bərabərdir. C, obsuna da ürəyim istəyir K deyim. Belə. Sonra bu hərflərdən ibarət olan bir tərəzini köçürdürəm sağ tərəfə. 2 dənə A bərabərdir, uşaqlar, bərabərdir BC-yə. Alt tərəfdən deməli 2 dənə D bərabərdir Y-yə. Daha sonra CD bərabərdir A-ya. 2 dənə B də bərabərdir KC-yə. İndi məndən K-nı soruşur. Siz eləyə bilərdiniz ki, deməli uşaqlar, baxın,
A nəyə bərabərdir? Ben CD-yə. A CD-yə bərabərdir. Gətirib birinci ifadədə A-ların birini saxlayıb, birinin əvəzinə CD yazaram. Sağ tərəfdə BC var. Bunu ona görə elədim ki, solda da C yaransın. C-ləri mən silim. Bilim ki, B bərabərdir DA-ya. B-nin nəyə bərabər olduğunu alım. Gətirim, ən axırıncı BB bərabər KC ifadəsində də B-nin yerinə də DA yazım. Digər B qalsın, bərabər KC-yə. Yenidən A-nın yerinə CD yazım ki, qoy, sağda da solda da C var, solda da C yaransın, silə bilim də. İndi A-nın yerinə CD yazdım, bir dənə D, bir dənə də B var. Bərabər KC-yə. Hər tərəfdən C-ləri sildim. 2 dənə D, bir dənə B qaldı. İndi mənə 2 dənə fiqur lazımdır da, variantlarda ikisi verilir. Bax, ona görə 2 dənə D nəyə bərabərdir? 2 dənə D Y-yə bərabərdir deyə. 2 dənə D-ni də Y ilə əvəzləyirəm. Cavabım olur YB bərabər K. İndi Y hansı fiqurdur? Ortası xətt olan. Bəs B hansı fiqurdur? Qara fiqur. Ona görə cavabımız nə oldu? C oldu. 89 da belə. Aydındır uşaqlar. Deməli, indi Fatma 88 soruşmusan, baxaq 88-ə. Fatma, eyni sualdır. Yaza bilərsənmi özün bunu? ha yazarım. Elə onu soruşacaktım. Eyni sualdırsa özüm yazarım. Yəni Yani eyni eyni həll əvəzlə, hə. olunacaqsa. Yəni oradakı Hı fiqurlara hı. hərflər vericindən özündən Yaxşı sonra müəllim. əvəzlə. Ha, çox sağ olun müəllim. Buyur. Belə Yaxşı. 91-də də mənim sualım olacaq. 91. 91. Baxın inşallah bu 91 nömrəli sualda dedi ki, fiqurların biraz görünüşü yaxşı deyil. Amma yenə də bunların şərtləri bilirsiniz necədir? Bunların şərtləri buradakı yüklərin hər birinin bir rəqəmli ədəd olduğunu deyir. Bizim də bir rəqəmli ədədlərimiz 9 və 9-dan kiçik olanlardır və bura 0 da daxildir. Baxın, bizim 1-dən 9-a 9 rəqəmimiz var. Amma 0 da daxil olmaqla 10 dənə rəqəm var. Yəni bir rəqəmli ədədlərin içində 0 da var. Məsələn, mənə verilən yüklər 10 dənədir. Bax, buradakı yüklərin sayı 10 dənədir. Deməli, biz məcbur 0-dan da istifadə etməliyik. Həm də tərəziyə fikir verin. Tərəzinin görünüşünə baxın. Sağ qoldakı, sağ tərəfdəki, bax, bunun özü də bir tərəzidir. Sağ tərəfdəki tərəzinin sağ qolu ağırdır sol tərəfdən. Amma bu sağ qolda 3 dənə eyni yük var. Yəni, bunların hər biri maksimum 9 ola bilər. Çünki bizim ən böyük rəqəmimiz 9-dur. Sol tərəfdə 33 dənə yük var. Bunlar müxtəlif yüklərdir hətta. Məsələn, bu 15-i bir eyni yüklü, bu 12-si eyni yüklü, buradakı 6-sı da eyni yüklü. Yəni, 3 müxtəlif yükdən ibarətdir bu sol tərəf. Biz bunların müxtəlifliyini nəzərə almadan, eləcə hər birinə 1 desək belə, 33 eləyər sol tərəfdəki ağırlıq. Amma sağ tərəf maksimum 27 ola bilir. Deməli, bu tərəzinin görünüşünə görə doğru deyil, axı sağ tərəf ağır olmalıdır. Sağ tərəfdəkilərin cəmi daha çox olmalıdır soldakından. Amma mən soldakılarına elə hamısına 1 desəm belə 33 eləyir. Sağ tərəfə maksimum 9 deyə bilirəm, o da 27 eləyir. Yəni, deməli, bizim üçün burada məcburi şəkildə 0 istifadə etməliyik biz. 0 lazımdır bizə. Aydındır. Hətta siz 0-ı götürüb sayı 6 olan eyni fiqurlara versəz, sayı 15 olanlara 1 desəz, 12 olanlara 2 desəz, bu cəm 39 eləyər. Ödəmir. Yenə çox eləyir. Sonra sayı 12 olanlara 0 desək, bu ortadakılara, aşağıdakılarına 1 desək, üstdəkilərinə 2 desək, bu cəmdə 27 eləyir. Bunda gərək bərabər olsun da. Amma mənə sağ tərəf ağır olması lazımdır.
Deməli, məcbur olaraq siz sayı çox olanlara 0 verirsiniz ki, cəmi ən kiçik olsun sol tərəfi. Sayı çox olanlara 0 verdik. Yəni, ən aşağıdakı dairələrə 0 verək. Sonrakılarına 1 verək. Daha sonra sayı 6 dənə olan dairələrə də, eyni dairələrə də 2 verək. Toplam olaraq sol tərəf 24 eləyir. İndi mən sağdakı bu 3 dənə yükün hər birinə 8 desəm, sağ tərəfdə 24 eləyər. Amma mənə bərabər olması lazım deyil ki, ağır olması lazımdır sağ tərəfin. Deməli, mən məcburam ki, bu sağ tərəfdəki dairələrin hər birinə 9 deyim. Sol tərəf 24, sağ tərəf 27. Sağ tərəf ağırdır sol tərəfdən. İkisinin cəmi də 51-dir uşaqlar. İkisinin cəmi 51-dir. Və nəzərə alın ki, bu tərəzinin alt hissəsinə baxanda bu ikisinin cəmi sol tərəfdən ağırdır. Deməli, bu soldakı 2 dənə bərabər tərəzi, solda da, sağda da bərabər yüklər var və onların cəmi 51-dən az eləməlidir. Çünki sağ tərəf ümumilikdə ağırdır sol tərəfdən. Və bizim də ən kiçik rəqəmlərimiz 3, 4, 5 belə qalıbdır. Mən sol tərəfdəki yüklərin sayının çox olduğunu görürəm. Ona görə sol tərəfə daha kiçik qiymətlər verək. Məsələn, hətta sayı təkrarlanan bu 4 dənə eyni yükə 3 deyirəm. Sayı çoxdur. Kiçik rəqəm verim ki, cəm az eləsin. Sonra təkrarlanan bu 2 ağ dairəyə 4 deyirəm. Qara dairəyə də minimum 5 qalıb deyə 5 deyirəm. Bu sol tərəfin cəmi bu şəkildə belə minimum neçə eləyir? 25. Deməli, mən burada məsələn, 3 verdiyim dairələrə 4 desəydim, bu cəm eləyərdi 26, 27 falan. Sağ tərəfdə ona bərabər olacaqdı deyə, ikisinin cəmi 51-dən çox eləyəcəkdi. Ona görə biz, deməli, sol tərəfdəki tərəzilərin hər biri minimum 25 ola bilir. İkisinin cəmi 50 eləyir. 50 də 51-dən azdır 1 vahid. Hələ ən kiçik qiymətləri verdim, belə gəldim 25 aldım da bunları. Deməli, indi mən burada soldakı tərəzinin sağ qolundakı bu 3 dənə boz dairədir uşaqlar. Bu ağ dairə deyil, fərqli yükdür. Yəni, burada biraz eyni yükə oxşuyur. Amma bunları mən 6, 6, 6, üstəki yükə də 7 dediyim halda 25 alıram. Və burada istifadə eləmədiyim bir dənə 8 rəqəmi var. Hansı ki, o 8 rəqəmi elə bir yükün qiymətidir ki, həmən yük burada istifadə olunmur deyə o 8 də burada görünmür. Məsələn, o yük yuxarıdakılardan hansıdır? Oyun deyim sizə, baxın. Ən soldakı yük üfüqi xətləri olan 0-dır. Sonra onun ikinci yük, deməli, üstdəki kletkalı çevrələr, o da 2-dir. Sol tərəfdə ağ dairə 4-dür. Sonra bu şaquli qırıq-qırıq xətləri olan bu 7 verdiyim dairədir. Bu 4-cü dairə burada olmayan bir yükdür. O 8-dir. Qara dairə 5-dir. Bu bozuntul 6-dır. Şaquli xətləri olan 3-dür. Ağ-qara damalar olan 9-dur. Üfüqi maili xətti olan da 1-dir. Bunları toplayıb çıxıb 7 alarsınız. Yəni, bu sualın biraz çap versiyası yaxşı düşünmübdür. Daha sonra uşaqlar, 93 soruşmusunuz. Doksan üç nömrəli suala baxırıq. Burada da, baxın, bu 92-nin şərti ancaq özünə aiddir. 93 nömrəli sualın, 91-in, 94, 5, 6, 7 bunların şərti bir-birindən fərqli və bir rəqəmli ədədlərə bərabərdir yüklərin çəkiləri deyilir. Şərt elədir. İndi 93 nömrəli sualda da baxırsınız ki, bizə verilən bu tərəzilərdəki yüklərin qiymətləri bir rəqəmli ədədlərdir. Sıfırda istifadə olunacaq. Və burada uşaqlar
Çalışın tarazlıqda olan tərəzilərdən başlayın. Hər tərəfdən yenə də eyni sayda yükü silə bilərəm. Məsələn, mənə verilən baba bu ortadakı tərəziyə baxın, sağı sola bərabərdir qolların. Hər tərəfdən bir dənə 5 bucaqlı, bir dənə də ulduz siləndə sol tərəfdə neçə dənə ulduz qalmış olur? 4 dənə. 4 dənə ulduz sağ tərəfdəki bu 6 dənə 5 bucağa bərabər olmuş olar. Çəki olaraq. İndi uşaqlar, siz də nəzərə alın ki, mən elə bil ki 4x bərabərdir 6y yazmışamsa, bu x və y-in hansı qiymətlərində bunlar bərabər olar? Yəni bu 4 ulduz 6 5 bucağa bərabərdirsə, ulduz və 5 bucağın qiymətləri nə ola bilər ki, bunlar bərabər olsun? Baxın, mən ulduza 6 desəm, 4 vur 6 24. 5 bucağa da 4 desəm, 6 vur 4 də 24. Sol tərəfdə, sağ tərəfdə 24 eləyib bərabər olmuş olar. Yəni bu 5 bucağın 4, ulduzun da 6 qiymətində mümkündür bu bərabərlik. Amma siz bir də nəyə fikir verməlisiniz? Baxın, sağ tərəfində eləcə bu tərəziyə baxın, sol tərəfdə bir dənə kvadrat var. Bu tərəf ağırdır. 4 dənə 5 bucaq, bir dənə də 3 bucağın çəkisindən. İndi mən burada 5 bucaqlara götürüb 4 qiymətini versəydim, toplam olaraq bu cam 16 eləyir. Hələ üstünə bir də 3 bucağı gəlməliyəm. Və bu 16 plus 3 bucağın özü kiçik olmalıdır bir dənə kvadratdan. Bu mümkün deyil uşaqlar, çünki kvadratın çəkisi maksimum 9 ola bilir. Necə ola bilər ki, 5 bucaqlar 4 olsun? Bu mümkün deyil. Deməli, biz 5 bucaqlara 4 ulduza 6 deməməliydik. Nə deməliydik? 3-2 qiymətlərini verməliydik ki, 4 vur 3, 12, 6 vur 2 də 12. Deməli, bu 5 bucaqlara biz minimum nə deyə bilirik? 2 deyə bilirik. 5 bucaqlara minimum 2 deyə bilirik. Onda ulduza da minimum 3. Nəticədə deməli 5 bucaqlar 2-dir. 4 dənə 2-nin cəmi 8 eləyir. Sol tərəfə də mən maksimum 9 deyə bilirəmsə, məncə məcburam ki, 3 bucağı 0 götürüm. Ki, sağ tərəf 8 eləsin, oradan da ağır sol tərəf 9, ikisinin cəmi 17, sağ tərəfdə 17. Və bu ikisinin cəmi 34, sağ tərəfdə 34. 34 2 yerə bölünsün, 17, 17. İndi baxın, uşaqlar, biz dedik ki, 3 bucaq, ulduzlar 3-dür. 5 bucaqlar 2-dir. Və bu tərəzidə yerinə yazanda bu qiymətləri buranda 17 alırıq. Sol tərəfdə eləcə 17 olar. Çünki ulduzlar 3-dür. 5 bucaq 2-dir. Nəticədə burada 34, sol tərəfdə 34. 2 yerə bölək 17, 17. İndi biz ulduzu 3 almışıqsa, 17-dən 3'ü çıxanda qalır 14. 2-yə böləndə 2 dənə eyni daha yükdür axı buradan asılan. Ulduzu çıxıram, 14, 2 yerə bölürəm, 7, 7 olur dairələr. 5 bucaqlı 2-dir. 17-dən bu 2-ni çıxanda 3 dənə romb qalmış olur. 17 çıx 2, 15. 15-i də 3 yerə böləndə rombların hər birinə 5 düşür. İndi keçirəm sağ tərəfdə uşaqlar. Biz dedik ki, 5 bucaqlı 2-dir, ulduz da 3-dür. Baxın, burada 17-dən 17 buradakı 4 dənə yükün çəkisinə bərabərdir, cəminə bərabərdir. Mən 17-dən bu 2 ilə 3'ü çıxanda 12 qalır. 12-ni də 2 yerə böləndə bu 4 köşəli ulduzlar 6 olur. Daha sonra biz dedik ki, kvadrat 9'dur, qara dairədə 7'dir. 9 plus 7'ni 17'dən çıxanda bu trapesiya 1 olur. Gətirib yazdım burada yerinə trapesiyanın 1. İndi 2 dənə deməli burada plus qalıb, bir sağ tərəfdə bir dairə, ağ dairə. Bizim burada istifadə eləmədiyimiz rəqəmlər 4 və 8'dir. Mən indi baxıram ki, burada sağ tərəf ağırdır. Onda bu dairəyə 8 deyirəm, pluslara da 4 deyirəm. Və bütün yüklərin qiymətini tapmışıq. Aparıb yuxarıda verilən ifadədə yerinə qoyub hesablayardıq. Bu 7'dir, bu 8'dir, bu 4'dür. 4 köşəli ulduz 6'dır, trapesiyada 1'dir. Deməli 15, 19, 19'dan 7 çıxanda cavab olur 12.
Növbəti sualımız uşaqlar qeyd eləmişsiniz. 95, 6, 7. Tamam. Deməli 95 nömrəli suala baxaq. Görək nə var burada. Yenə də uşaqlar eyni vəziyyətdir. Sadəcə siz nəyə fikir verməsəz, yəqin ki, bu ürəklər sizi çətinliyə salır. Elə bir ki, bu ürəklər 2 bərabər hissəyə bölünüb. Ağırlıqlarının yarısı sağ qola düşür, yarısı da sol qola. Yəni, burada heç bir problem yoxdur. Sadəcə siz nəyə fikir verməliydiniz? Siz fikir verməliydiniz ki, ən soldakı üçbucaqların hər biri cüt ədəd olmalıdır. Niyə? Çünki bunların cəmi ümumilikdə burada alınacaq. Tutaq ki, bura oldu 5. Burada 5. Burada 5 olacaq, burada 5. İndi 5-i mən 2 yerə bölüb kvadratları 2,5 götürə bilmərəm axı. Bunların hər biri tam ədəddir, yəni rəqəmdir və hər biri rəqəmdir. 0-dan 9-a kimi rəqəmdir. Deməli, ona görə üçbucaqlar cüt ədəd olmalıdır ki, bu kvadratların ikisinin cəmi cüt ədəd olsun ki, mən onları 2-yə bölə bilirim. Məsələn, 2 deyirik bu üçbucaqlara. Bura olur 6, burada 6. Burada 6, burada 6, burada 6, burada 6. Yaxşı. İndi mən 6-nı 2 yerə böləndə 3 düşür. Sağ və sol tərəflərə, elədir. İndi nətər olur ki, bu boyda yüklərin cəmi necə 3 ola bilər? Mən bunların ən minimum cəmini 9 alıram. Necə alıram 9? Bax, 4 yükşəli ulduzların sayı çoxdur. Sayı çox olanları 0 götürürəm ki, cəmi az olsun. Sonra 5 yükşəli ulduzların da hər birinə 1 deyim. Trapesiyaların da hər birinə 2 deyim. 5 bucağa da 3 deyim. Yəni, sayı çox olanlara kiçik qiymətlər verdim ki, cəm də kiçik eləsin. Hələ bu halda mən ən kiçik qiymətlər verdiyim halda belə bunların hamısının cəmini 9 almış oldum. Bunların hamısının cəmini 9 almış oldum. İndi mən burada bunların cəmini 9-dan çox da götürə bilmərəm axı. Məsələn, 9 plus 9 bura 18 eləyir. Gəlib bu kvadratların cəmində 18 almış oluruq da. Mən 9-dan çox götürsəm, tutaq ki, bu cəm gəlib eləsin 20. Mən 20-ni 2 yerə böləndə kvadratların hər biri 2 rəqəmli ədəd olacaq. O da şərtə ziddir axı. Deyirik ki, hər biri bir dənə rəqəmdir. Deməli, bu üçbucaqların hər biri 6 olub ki, üçünün cəmi 18. İndi kvadratların da hər biri 9, 9'dur. İndi biz 5 yükşəli ulduzlara 1 demişik. 9-dan 1'i çıxanda 8, 2 yerə böləndə ürəklərin yarısı 4. Onda digər yarısı da 4. Ürəklərin tamı 8. 5 yükşəli ulduz 1'dir. 9-dan 1 çıxanda 8. 8'i 2 yerə böləndə bu pluslara 4, 4 düşdü. Plus 4'dür, rombda 5'dir. İndi deməli uşaqlar dedik burada 18'dir, burada 18'dir, 9, 9, kvadratların hər biri 9'dur. İndi trapesiyaya biz 2 demişdik, 9'dan 2 çıxanda qara dairə 7'dir, qara dairə 7, ulduzlar da 1, 1, yenə də cəm 9 eləyir. Bütün yüklərin qiymətlərini tapmışıq da. Məsələn, bax, sol tərəfdə pluslar 4, 4, romblar da 5, 5, cəm yenə 18 eləyir. Gətirib yuxarıda bax, bu plusun qiyməti 4'dür, ürəyin qiyməti 8'dir. Rombun qiyməti 5'dir, 4 köşəli ulduzun qiyməti 0'dır. Deməli, dairə də 7'dir. İndi biz buradan 17'dən 7 çıxanda cavabı 10 almış olarıq. Növbəti sualınız, uşaqlar. 96, 97. 96'da da eyni ilə. Məsələn, burada bir dənə bir şeydə səhv edirsiniz. Götürüb bilirsiniz ki, bu plusların sayı 5'dir. Bunlara 2 versəz, cəm 10 eləyər. Ulduz 10'dan çox ola bilmir axı, heç 9'dan çox ola bilməz də. Siz götürüb bu pluslara 1 verirsiniz. Siz bunlara 1 verəndə
Onda bu ortadakı romplar var. Ortadakı rompların uşaqlar hər birinə 0 verə bilməzsiniz. Çünki sağ tərəfdəki dairə də 0 olar o halda. İki müxtəlif yük eyni qiymət ala bilməz. Siz bunlara 2 də verə bilməzsiniz artıq. Cəm 8 eləyəcək. Sağ tərəfdə 8 olanda bu üst tərəf 16 eləyər. Onda siz 16-dan ağır almalısınız bu 3 dənə yükün cəmini. Məsələn, tutaq ki, 18 qoydunuz. 18-i 2 yerə böldünüz, 9, 9. Axı 9-u siz 2 yerə bölə bilmirsiniz, dairələrin tam rəqəm alınması mümkün olmur bu halda. 16-dan ağır 20 götürsən, cüt ədəd ona görə götürürəm ki, 2 yerə böləcəm. Mən 16-dan ağır 20 götürəndə də 2 yerə bölərəm 10, 10, 3 bucaq 10 olar. Bu da mümkün deyil axı. Deməli, siz burada pluslara 1 yox, 0 verməliydiniz. Çünki sağ tərəf bura bərabər deyil ki, sağ tərəf ağırdır. Siz pluslara 0 verəndə ulduz 0-dan böyük istənilən rəqəm olacaq da. Birləri romb üçün saxlamalıydınız ki, cəm 4 eləsin, sağ tərəfdə 4, dairə oldu 4, bura 8. İndi bu çevrələrə biz 1 verə bilmirik, 0 verə bilmirik. 2 verəndə də sağ tərəfdəki 3 bucaq 4 olur. Halbuki dairə 4-dür deyə o 4 ola bilməz. 4 də deyə bilmərik, təkrarlanmasın. 5 də deyə bilmərik, 3 bucaq 10 olar. Ona görə bu çevrələr 3 olur. 3 bucaq da 6. İndi sol tərəfdə bu çevrə 3-dür. 3 bucaq 6-dır, cəm 9-dur. Sonra 18, sol tərəfdə 18, 9, 9, 5 bucaqlı ulduz da oldu 9. Gətirib sağda da yerinə yazdım. İndi biz buranı almışıq uşaqlar. Bu 8, 12 elədi, neçə? 20. Bura 36, burada 36. Böldüm, 2 yerə bölə bilmərəm. Altdakı tərəzi tarazlıqda deyil. 20-ni çıxıram, bura düşür 16. İndi mən dedim ki, burada sağ tərəf, sağdakı, ən sağdakı qol, sağ tərəf 9, sol tərəfləri 0-dır deyə 0 ilə 9-un cəmi 9 eləyir. 16-dan 9 çıxanda sol tərəfə 7 qalır. İndi uşaqlar, bizim deməli 5 bucaqlımızın qiyməti, rombun qiyməti 1-dir deyə 5 bucaqlının qiyməti 8 olur. Bizim üçün burada bəlli olmayan 3 dənə yük var. 4 köşəli ulduzdur, kvadratlı trapesiyadır. Burada istifadə olunmayanda 2, 5, 7 rəqəmləridir. İndi mən kvadratla ulduzun cəminin 7 olduğunu bilirəm və kvadrat ulduzdan ağır olduğunu bilirəm. Ona görə kvadrata 5, ulduza 2 deyəcəm. Ulduz 2-dir, trapesiyada 7-dir ki, cəm 9 eləsin. 97 soruşmuşsunuz. Bu da eyni tipdir uşaqlar. Baxın. Burada 3 dənə 3 bucaq, 5 dənə 5 bucağa bərabərdirsə, onda bu 3 bucaqlar 5 olmalıdır. 5 bucaqlar da 3 olmalıdır. 15, 15, 30 elədi bura. Daha sonra siz görürsünüz ki, sağ tərəfdən bir dənə trapesiya, buradakı deməli 9 dənə, yox, 7 dənə yükdən ağırdır. Bir trapesiya bu 7 yükdən ağırdır. Hətta bu trapesiyaların ikisinin cəmindən də sağdakı ulduz ağırdır. Bu trapesiyaya siz məcbursunuz ki, maksimum 4 deyəsiniz ki, 4 plus 4 8 eləsin, sağ tərəfdə də 9 deyib, ondan ağır götürəsiniz. Və bu trapesiyalara maksimum 4 deyə bilərsiniz ki, sağ tərəfdə 9 olsun. Çünki 4-dən kiçik də bir qiymət verə bilməzsiniz axı trapesiyaya. Çünki bu trapesiyanın özü sağdakı 7 dənə yükdən ağırdır. Siz məcbursunuz ki, bu trapesiyaya eləcə 4 deyəsiniz ki, buradakı romblara 4 dənə rombun hər biri 0, 0 olanda, pluslar da 1, 1 olanda 3-dən ağır 4 olsun. 4 plus 4-dən də ağır 9 olsun. İndi bura elədi 17. Sol tərəfdə elədi 7. İkisinin cəmi bura 24. İndi baxın uşaqlar. Biz dedik ki, gəlin görək bu 3 bucaqlara nə deyə bilirik? 3 bucaqlara artıq 1, 3, 0 verə bilmiriksə, məcbur 2 verməliyik. İkisinin cəmi nə eləyəcək?
6 kvadrat da 6 toplam 12. 12 30 42. İkisinin cəmi 66. Sol tərəfdə 66. Və 2 yerə bölə bilmirəm. 5 bucaq 3'dür. Plusun hər biri 4, 1'dir. 5 köşəli ulduzda 2'dir. İndi mənim üçün burada qara dairə və ağ dairə qalıbdır. İstifadə eləmədiyimdə 2 dənə rəqəm qalıbdır. 7 ilə 8. İndi burada sol tərəf ağırdır deyə qara dairələrə 8 deyirəm ki, sol tərəfin cəmi sağ tərəfin cəmindən çox olsun da. Sağdakı ağ dairələrə də 7 deyirik məcbur. Sonra nə demişsiniz uşaqlar? Sual olaraq görək nə demişsiniz? 96, 97 də deyildisə, 7 qalıb. Aha, nədir? Ya 7 idi elə bu dediyim. 7 idi, bundan üstə də 6 idi. Hər şey. 101 soruşmuşsunuz. Uşaqların əksəriyyəti 101-də bunu başa düşmüş. Bu qara dairə bərabərdir 3, ulduz da bərabərdir 4. Yəni qara dairə 3 ulduza bərabər deyil. İndi siz gətirib qara dairənin yerinə 3'ləri, ulduzun yerinə də 4'ü yazsaz, toplam bu cəm 10 edir. Burada 20, burada 20, 40, 40, 80, 80, burada 40, burada 40, 20, 20. İndi məndən nəyi soruşurdu? Qara nöqtəli dairə, üstə gələk. Qara nöqtəli kvadrat, çıx 2 ulduz. İndi mən burada bildim ki, qara nöqtəli dairə ilə qara nöqtəli kvadratın ikisinin cəmi 20'dir də. Yəni mən burada ayrı-ayrılıqda onları tapmalı deyiləm artıq, məcbur deyiləm. Deməli, mən bu ikisinin cəmini 20 götürdüm, çıxdım 2 vurulsun, ulduzda 4'dür deyə, cavab olur 12. Yeni dərs, məlumat verəcəm. Sonra hansı sualı demişsiniz? Uşaqlar, bu sualların şərtini ümumiyyətlə, baxın, bu sualların, bu 198'dən sonraki, 98'dən 110'a kimi sualların şərti artıq hər biri bir rəqəmli ədəddir deyil. Artıq buradakı yüklərin hər biri mənə verilən qiymətdən asılı olaraq 2 rəqəmli ədəd də ola bilər, kəsr ədəd də ola bilər. Yəni mənim üçün burada şərt qoymuyubdur, bir-birindən müxtəlif olsun, tək rəqəmli olsun, rəqəm olsun, xeyr. Yəni məsələn mənə 106'da ağ dairəni verib 6. Mən bu 6'nı gətirib yerinə yazıram, üçünün cəmi 18, sağ tərəfdə 18. Sonra 18'i 2 yerə bölürəm, 9, 9. Bu nöqtəli dairələrin hər biri 3, qara dairədə 9 oldu. Yəni mənə verdiyi qiymət nədirsə, onu yerinə yazıram. Orada müxtəlif yüklərə eyni qiymət olsa da problem deyil, kəsr ədəd alınsa da problem deyil. 18, 18, bura 36, burada 36. İkisinin cəmi 72, burada 72. Sonra böldüm 2 yerə 36, 36, 18, 18, 18'i mən 6 yerə böləndə bu qara üçbucaqların hər birinə 3 düşəcək. Və deməli uşaqlar, bir də qara dairəni vermişdi, qara üçbucaq, nöqtəli dairəni də tapdıq. Bizə bir də A-nı tapmaq lazımdır. Uşaqlar, A buradan asılan ümumi yük deməkdir. Bütün yüklərin cəmi A-dır. Aydındır və A-nın içində bu üçbucaq da var, onu da nəzərə almalısınız siz. Biz o üçbucağı sol tərəfdən tapa bilirik. 36'nı 2 yerə böləndə 18, 18. Bu x-lı kvadratlar 9, 9. Üçbucağın özü 18. İndi biz A-nı tapmaq üçün sol tərəf 72. Sağ tərəf 72, 144. O da 18. A-nın qiyməti ümumilikdə olur 162. İndi mən gətirib aşağıda yazıram A-nın yerinə 162 çıxılsın. 3 vurulsun, nöqtəli dairə 3'dür.
Qara üçbucaq 3-dür. Qara dairə də 9-dur. Çıxıram 21-i 162-dən. Cavab olur 141. Aydındır uşaqlar. Aha. Uşaqlar, buradan başqa bir sualınız var. Yüz ondan sonraki suallar, uşaqlar, orada 3 dənə tərəzi var. 10, 11, 12, 13, 4 dənə tərəzi var. Onları da işləyin. Çünki imtahana düşən tiplər o şəkildə olur. Məsələn, 91 tipində falan olur. Yəni, bunları işləyin ki, problem olmasın. Hə. İnşallah biz tərəzilərdən sonra keçəcəyik sahə perimetr. Sahə perimetrdə bizə lazım olan tamam, atacağım, rekordu atacağım şimdi. Hə, sahə perimetr keçəcəm indi sizə uşaqlar. Rekordu dayandıraq.